Assalamu alaykum kanalına yaxşımı Allah salamat qılsın inşallah. Ben bugün fırında qovurğa kebab qılmaqçıyım. Biz qovurğa. Ama menden soğanlıqlar üçün hem bugün özüm qılmaqçı. Şunun üçün sizlərə ortaqlaşqım gəldi. Aldı bilən mən qaçamğa bu 2 tal tuxumni çekib alaman. Ayrım bir qaçağa. Mən 2 tal tuxumumni çekib aldım. Ondan keyin bu yerdə 1 stakan sütüm var. Özünlərin kabablarının azıcıqlığı qarta qılsanlar buludu. Bu sütümünü qoyub buldum. Əmdi mən qetiq salıma. Qetiq selişimdeki məqsəd qetiq yumuşaq pişirdi. Ben hər vaxt hər qanda kabab salsam, meyli zıq kabab salay, yoki fırında kabab salay, çoxum mutlaqa qetiqni işlətmə. Qoşuq ətrafında saldım. Əmdi miyadımının tuz, qarmuz, karabiber, kimyon, yani zire, yeni bahar. Yeni baharını uyğursuzunu ben bilmeydik ama. Lakin yeni bahar mən bek amraq, təmi yaxşı. Muşlarını işlətdim. Bir tatlıq qoşuqdan işlətdim. Tatlı qoşuquna mana birsizlər, yeni tamaq qoşuqunun səl bir kiçigi. Anadan keyin mana bu salçam. Den bir qoşuq ətrafında salım hazır. Mana bir qoşuq saldım. Mümkün olsa yine azraq söyləməsəkim buldu. Bir yarım qoşuq ətrafında saldım. Əmdi mən bununla sirkə, yəni açıq su işlədim. Özümüzdən uyğur açıq su işlətdim azraq şəbətdə. Ondan keyin soya sosu. Azraq soya sosu işləsənlər buldu. Eğer xalısanlar işləmsənlər buldu. Muvafiq miqdarda soya sosu. Ben azraq qoydum, cəq qoymadım. Ondan keyin muvafiq miqdarda zeytin yağı. Muşlarını saldım. Ondan keyin azraq zərdiçəl salsanlar buldu, samsanlar buldu. Ben azraq salıma cəq emas oldu. Hem de muşlarını yaxşı bir arlaşdırma. Mən bu şalətdə yaxşı bir arlaşdırıb aldım. Xalısanlar silə samsaq, zəncəbil, piyazlarını salsanlar buludu. Mən samıdım. Zıq kabab boğan bolsa əlbəttə salatdım. Fırında boğan dikən samıdım. Bəlkə salsanlar o bəkiraq təm buluşu mümkün. Əmdi mən bu təyərli boğan qovurğularını boşuna silib yaxşı bir arlaşdırıb bir saatin, yarım saat ətrafında boşuna çilab qoyma. Yaxşı, hemen arlaşdırıb şikəsəli və salam buldu bir qoşuq. Özünlərin ihtiyacı əsasən xalısanlar. Lakin piyaz, samsaq, zəncəbil salsanlar bəkiraq yiyişlik buluşu mümkün. Lakin mən şəxsən samıdım. Boyam mən zeytinyağı qoşunu tutub qapdım. Arlaşdırıb isim gəldi. Mənə 2 yemək qoşuq ətrafında zeytinyağı qoydum. Bunu arlaştırıp unutub qalıb hazır isim gəldi. Bunu bir arlaşdırıb edib. Mana bu şalətdə oldu. Əmdi biz bu sütümüzün ağzını itib yarım saatdən 1 saat keçə tündürüb təmini içigə ağaçı qoyub. Yine kabab içini əp qoyub unutub qapdım. Kabab içindən soqqunudım mu bir qoşuq selvesanlar buldu. Mənim bək emas, müşüncələk azraq qılığılıq bək soqmudum bu şalətdə. Bayam unutub qapdım. Hazır selvetdim. Bunu ravuz bir arlaşdırıb anandakin ağzını itib qoyma. Bu kabab içində türkçünümdəydi, bunu bilməyimə. Ama Uyğurlarla da, Türkləri badab anladım ama ismini bilməydik əmmə. Məndə bizdən bu kababımız bir saat ətrafında tinib buldu. Əmdi biz bunu mən bu qaçığı tizdim. Bununla yağ sürkməyimə, ya ki başqa heç bir nəsə salmayım. Şununla tizimə kababını, göşünü yəni. Muşunun taze çumurab durup muşalette tizimiz fırın kaçırdım ama yağlamadım, hiçbir nəsə qılmadım. Silah xalısanlı, yağlısanlar buldu. Mana bu dəl bir qaçı çıxdı. Mənə də eşib qaldı. Bunu mən təkcə halətdə bunun üstü töküldüm. Həmmisi hekayədək halətdir.
qalğan bilen meni tekrar töküp etdim. Hem de üstüge men mana qar küncüden ak küncüt, yani bunu qar küncütni çörek otu deydi, ak küncütni susam deydi zaten. Bana bileşenlerime mümkün. Bu şaletle tekşi çekip aldıdan istivağan 200 derece 200 gradus yani fırında, yani duxovkada qalap turib pişirmen, belki 40 minut pişişi mümkün. Şu halette pişirip alayım. Bu halette buldu. Hem de biz bunu fırına birimiz. 200 gradusda, yani çoxum 200 gradus bulsa kerak göşüğen dikin. Mana bizning nimimiz mushalatda pishayotdi. Men sizlarga pishayotgan holatini ko'rsatgim keldi. Mushalatda 180 gradus, 200 gradus. Agar bir fırından bir fırınga o'xshamaydi. Agar boshqani bilib qolsa 190 da pishirsanlarmi bo'ladi. Mushalatda ko'rdinglar herhalde. Endi bir qator ko'rsatib qo'yay. Mana. Mushalatda 20 minut bo'ldi. Bizning kavopimiz pishdi. Mana endi men buni hozir o'chirib olaman. Elip köksüp koyayım sizlerge. Mushalatda pişti. Mana ko'rdinglar, mushalatda pishdi. Endi biz bunu qachiqamiz. Ko'rib baqsam, po'roq qilamiz. Mana tegida ozroq suvi bor. Suvi tugmabdi. Suvi bayam jaqlab qo'yib etdim emasmi? Agar bunu töküp etsanlar bo'ldi yoki ishlatsanlar bo'ladi. Biz onlarning tamamen nemesi ko'rdinglar. Mushalatda chiqdi. Mana mushalatda pishdi. Ta'min qildim, belki ishlik qilibdi. Men tepib baqdim. Sinab boqinglar inshaalloh. Sizlarmi?